etməyi bacarmayan qız tonal kremi birbaşa üzünə tətbiq edir və quru sponjdan onu yaymağa çalışır. Ancaq makyaj etməyi bacaran qız əvvəlcə üzünü yaxşı-yaxşı nəmləndirir, makyajın qalıcılığı yaxşı olsun deyə makyaj bazasından istifadə edir. Tonal kremi birbaşa üzə deyil də əvvəlcə əlinə, isidəndən sonra fırça ilə üzünə bu formada tətbiq edir. İsladılmış süngəri əvvəlcə salfetə, daha sonra tonal kremi sabitləmək üçün istifadə edir. Makyaj etməyi bacarmayan qız konsilleri göz altına üçbucaq formasında tətbiq edir və onu daha sonra süngərlə yaymağa çalışır. Makyaj etməyi bacaran qız konsilleri öncə əlinə, daha sonra fırça köməkliyi ilə göz ucuna və göz kənarına tətbiq edir. Süngərin kənarı ilə üzərindən keçir. Bunu eləmir. Makyaj etməyi bilməyən qız kontur birbaşa yanağa tətbiq edir və onu böyük fırça ilə yaymağa başlayır. Makyaj etməyi bilən qız konturu öncə fırçaya, daha sonra qulağın yuxarısından yanağa doğru olan hissəyə konturu tətbiq edir və yuxarıya doğru onu yaymağa çalışır. Heç bir kəskin xətt saxlamadan. Makyaj etməyi bilməyən qız toz əlini birbaşa oradan götürüb, gülərək yanağına tətbiq etməyə çalışır. Makyaj etməyi bilən qız ənliyi götürür, qalan ənliyi çırpır və yalnız bu hissədən yuxarıya doğru onu tətbiq edir. Nəticə olaraq daha ağır makyaj, daha yüngül və yuxarıya doğru çəkilmiş makyaj. Bəyəndinizsə bu bölümü davam edin.